Elastiklik mövzusuna aid olan 89 nömrəli test tapşırığının izahına baxaq. Uyğunluğa aid test tapşırığıdır. Bizə deyir ki, üfüqi səth üzrə hərəkət edən 3 cismin hərəkət tənlikləri verilmişdir. Hər bir hərəkət tənliyinə uyğun variantı müəyyən edəcəyik. Birinci hərəkət tənliyinin növünü müəyyənləşdirək. Bu, düzxətli bərabər təcilli hərəkətin bərabər yeyinləşən növüdür. Yeyinləşən hərəkətdə yadımıza salaq ki, başlanğıc sürətlə təcilin işarəsi eyni olur. Görürük ki, burada hər birinin işarəsi mənfidir. İkinci hərəkət tənliyi isə bərabər təcilli hərəkətin yavaşayan növüdür. Yavaşayan hərəkətdə başlanğıc sürətlə təcilin işarəsi əks olurdu. Burada V0-ımız mənfidir, təcilimiz isə müsbətdir. Keçirik üçüncü hərəkət tənliyinə. Bu isə düzxətli bərabər sürətli hərəkətdir. Yəni bərabər sürətli. İndi baxaq variantlara. Birinci A variantında deyir ki, cismə təsir edən dartı qüvvəsi F dartı böyükdür F sürtünmədən. Bu o halda baş verər ki, hərəkət yeyinləşən olar. Yeyinləşən hərəkətdə dartı qüvvəsi sürtünmədən böyük olur. 1-ə uyğun olacaq A variantı. Keçirik B variantına. Cismə təsir edən dartı qüvvəsi F dartı kiçikdir sürtünmə qüvvəsinə. Bu isə yavaşayan hərəkətdir. 2-yə uyğun olacaq B variantı. C variantında deyir ki, cismə təsir edən dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabərdir. Bu isə düzxətli bərabər sürətli hərəkətə aiddir. Yəni 3-ə. 3-ə getdi C variantı. D variantına baxaq. Deyir ki, cismin impulsu, yəni P artır. Bu o halda baş verər ki, sürət artsın. İmpuls artırsa, sürətin artması deməkdir. Deməli, sürətin artması da olar yeyinləşən hərəkətdə. Yeyinləşən hərəkətə olacaq, yəni birinciyə uyğundur D variantı. Y variantında deyir ki, impuls azalır. İmpuls azalırsa sürət azalır. Bu da aiddir yavaşayan hərəkətə, yəni 2-yə. Oldu Y variantı. 1-də AD, 2-də BY, 3-də isə C variantı.